Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli 7-ci sinifdən 1-ci bölməmizin 2-ci mövzusu ilə davam edirik. Rasional ədədin onluq kəsr şəklində yazılışı. Yenə eyni qayda ilə öyrənmə hissələrini qısa dərs izahı kimi veririk. Ondan sonra çalışmalara deməli keçid edirik. Sonlu onluq kəsrlər. Adından göründüyü kimi bu kəsrin sonu var. Sonludur yəni. Nə deməkdir? Yəni biz onluq kəsirlər bilirik ki, məsələn 0,7, nə bilim 1,3 bu şəkildə. Əgər həmin bu vergüldən sonra mənim ədədim bitirsə, deməli bu sonlu onluq kəsirdir. Yəni vergüldən sonra deyək ki, məsələn biz bilirik ki, 2 dənə ədəd var. Bitdi. 1,33 şəkildə oxundu və yaxud da 2,75 şəklində oxundu. Bundan sonra heç bir ədəd yoxdur. Bundan sonra heç bir ədəd olmursa, tam şəkildə bu şəkildə qeyd olunursa, deməli bu sonlu onluq kəsirlərdir. Bu ümumiyyətlə hər hansı bir kəsir sonlu onluq kəsir şəklində göstərməyin 2 dənə yolu var. Bu yol nədən ibarətdir? Məsələn, misal üzərindən burada mən baxım, sizə qeyd edim. Elə 3 bölünsün 20-ni. Yəni verilmiş, ümumiyyətlə biz bilirik ki, verilmiş adi kəsirləri onluq kəsirə necə çevirirdik? Adi kəsir onluq kəsirə çevirməkdən ötürü mən sürəti məxrəcə bölməliydim. Yəni 3-ü bölməliyəm 20-yə. Bu edəcək 0,15. %15 edir, bəli, 0,15 edir. 3-ü 20-yə böldüyümüz zaman etdi 0,15. Bu birinci üsuldur. İkinci üsulu nədən ibarətdir? Verilən kəsirin məxrəcini 10 üslü qüvvətlər şəklinə gətirə bilirəmsə, yəni 10-a, 100-ə, 1000-ə, 10.000-ə və bu şəkildə də onun qüvvətlərinə gətirmək mümkün olursa, o zaman da biz bunu deməli onluq kəsirə çevirə bilərik. Məsələn, 20-ni 100-ə nətər 10-a gətirə bilmərəm və 10-a gətirə bilərəm. Necə gətirə bilərəm? 2-yə bölərəm, amma 3-ü 2-yə bölməməliyəm axı. Bölsəm yenə onluq kəsir alınacaq. Bizdə burada sanki birinci ekvivalent nisbəti yazırıq. Sonra onluq kəsirlə kimi qeyd edirik. 20-ni mən 5-ə vurduğum zaman edəcək 100. 20-ni 5-ə vuranda edəcək 100. 3-ü də 5-ə vurmalıyam, edəcək 15. 15-i də 100-ə böldüyüm zaman 0,15 alırammı? Əlbəttə ki, alıram. Başa düşdük. Birincisi, deməli, sürəti məxrəcə bölərək almaq da mümkündür. İkincisi isə məxrəcin 10 üslü qüvvətlər şəklinə gətirib, o şəkildə onluq kəsirə çevirmək mümkün olur. Gəlin indi misallar üzərindən gedək. Birinci misalımızda nə deyir? Deyir ki, verilmiş kəsirləri 2 üsulla onluq kəsirə çevirin. Nömrə 1. Bizim verilmiş kəsirimiz 25-də 21-dir. Baxırıq ki, biz bunu, məsələn, 21-i yenə 25-ə də bölüb yaza bilərik. Mən adətən burada çalışacağım ki, 10 üslü qüvvət şəklinə gətirməyi sizin üçün qeyd edim. Amma bir üsulumuzda yenə təkrarçılıq kimi çıxmasın, çox təkrar etdim. Sonuncu dəfədə deyim ki, sürəti məxrəcə bölərək də onluq kəsirə çevirə bilərik. Deməli, 25-i mən vuraram 4-ə, edər 100. 21-i də 4-ə vuraram, edər 84. Böldüyümüz zaman edəcək 0,84. B bəndində 22 bölünsün 20-yə. 20-ni mən 5-ə vuraram, edər 100. 22-ni 5-ə vurduğum zaman edər 110. 110-u da 100-ə böldüyümüz zaman 1,1-i almış olarıq. 68 bölünsün 40-a. Deməli, 40-ı mən 25-ə vura bilərəm. 40-ı 25-ə vuranda 1000 edər və yaxud da 68-i bir də 25-ə vurmayaq da. Ondan ötürü gəlin ixtisar edək. 40-ı 2-yə böldüyüm zaman bura edəcək 20, 68-i 2-yə böldüyüm zaman edəcək 30-dur. 5-ə vurduğumuzda 100, bu da 170. Böldüyümüz zaman 1,7. D bəndində yazır -24 bölünsün 80-ə. İxtisar aparaq. 4-ü ixtisar aparanda 20-də 6. Hər tərəfin 5-ə vurduğum zaman 100-də 30. Bu edəcək -0,5. Mənfilər yadımızdan çıxmasın. Bunda diqqətli olun. Y bəndində 9 bölünsün 40 kimi 25-ə vuraq.
böldüğümüz zaman bu şekilde alınır. F bəndində misalı yazım, sizə göstərəcəm. Hər tərəfini 2-yə bölək, rahat olmağından ötürü. Bu da edəcək 0.117 və sonuncusu G bəndində. Qarışıq ədədlərdə birinci düzgün olmayan kəsrə çevirək, sonra onluq kəsr şəklində qeyd edək. Hər tərəfi 125-ə vursam edəcək 1000. Bax, bu şəkildə alındı. Birinci misalımız bitdi. Keçək ikinci. İkincidə nədir? Verilmiş kəsri onluq kəsr şəklində yazmağın mümkün olub olmadığını müəyyən et. Mümkün olduqda kəsri sonlu onluq kəsrə çevirin. Yazaq nömrə 2. Birincisi 3 bölünsün 25-dir. 3 bölünsün 25-i sonlu onluq kəsr şəklində qeyd etmək olar. Nəyə görə? Çünki mən 25-i 10 qüvvət şəklinə gətirə bilərəm. Yəni 4-ə vuraraq. 25-i 4-ə vuranda 100 edəcək. 3-ü də 4-ə vuranda 12 edəcək. Böldüyümüz zaman 0.12-ni almış oluruq. Fokus yenə gedir. Sonra 7 bölünsün 12. 7 bölünsün 12-də bunu sonlu onluq kəsr şəklində yazmaq mümkün olmur. Çünki heç bir tərəfi ixtisar nə aparmaq olmur, nə də ki 10 üstü qüvvət şəklinə gətirmək olmur. Ona görə yazırıq ki, olmur. Sonra 17 bölünsün 20-də. 17 bölünsün 20-də məxrəci gətirə bilərik 10 üstü qüvvətə. Sürəti də yenə vurduğumuz zaman yazdıq bu şəkildə misalların. 6/15, 21/35, 12/45. 3 bölünsün 11-də əlbəttə ki olmur. 6 bölünsün 15-də. Hər tərəfin 3-ə bölsək, bu edəcək 5/2. Sonra da hər tərəfin 20-yə vursam 100-də 40 və 0.4 şəklində. Hər tərəfin 7-yə bölərəm, edər 5/3. Vurulsun yenə 20, 100-də 15, o da bərabərdir. Daha doğrusu 6, 3-ü 60. Ağlım 5-ə getdi. 60, bu da edir 0.6. Digər tərəfdən isə daha mümkün olmur. Bax, bu şəkildə. Növbəti kiçik başlığımız gəlir sonsuz dövrə onluq kəsrlər. 7-ci sinifin köhnə kitabında biri var saf dövrü onluq kəsirlər, biri də var qarışıq dövrü onluq kəsirlər. Saf dövrü onluq kəsirlər yazılışında vergüldən dərhal sonra dövr başlayan onluq kəsirlərdir. Qarışıq dövr onluq kəsirləri isə yazılışında vergüldən bir və ya bir neçə rəqəm sonra dövr başlayan onluq kəsirlərdir. Mən bunu bu şəkildə qeyd etmişəm. Sizə göstərim bir dəqiqə. Bu şəkildə çəkəcəm ki, sizə aydın olsun. Qarışıq ədədə də dövr onluq kəsirə çevirmə. Düzdür, yenə də qeyd edəcəm, amma sonsuz dövrü onluq kəsirlər. Adından göründüyü kimi bu sonsuzdur. Bunun sonu yoxdur. Yəni bir nöqtədə dayanmır da bu. Sonsuz şəkildə davam edir. İxtisar olunmayan kəsirin məxrəci 2 və 5-dən fərqli sadə vurğuları varsa, sürəti məxrəcə böldükdə qismət alınan rəqəm, yəni eyni qayda ilə yenə biz onluq kəsirə çevirmək üçün sürəti məxrəcə bölmək lazımdır. Oxunduğu zaman, məsələn, biz bunu oxuyuruq 0,3. Bu nə deməkdir? Yəni 0-dan sonra 3-lər davam edir. Və yaxud da 0,1 dövrdə 2 oxunur bu şəkildə. 0,1-dir. Burada artıq 2 təkrarlanır. 1 təkrarlanmır. Siz bunu götürüb 12, 12, 12 şəklində yaza bilmərsiniz. 1 olduğu kimi qalır. Mötərizənin içərisində hansı varsa, deməli o təkrarlanır. Bax, bu da bu şəkildə. Gəlin indi misallar üzərindən daha da möhkəmləndirək. Üçüncü misalımızla davam edək. A bəndində mən bu misalları bir dənə yazım, sonra qısa şəklində yazmağa sizə göstərəcəm.
Misalı bu şəkildə hamısını yazdım. Bir başlığını oxuyaq görək bizə nə deyir. Deyir ki, sonsuz dövrü onluq kəsirin dövrünü göstərin və kəsiri qısa şəkildə yazın. Baxaq görək. Burada baxırıq ki, 7-lər təkrarlanır. O zaman biz nətər yazırıq? Dövrdə 7 yazırıq. Burada 0,5 dövrdə 2-dir. Fikir versiniz, 2-lər təkrarlanır, 5-lər təkrarlanmır. Digər tərəfdən 2 nöqtə dövrdə 8. Mənfi 1 tam dövrdə 36. Bax, 36, 36, 36 şəklində davam edib. Və 0 tam onda 2 dövrdə 54. Bax, 54-lər təkrarlanıb, 2-lər təkrarlanmayıb. Bax, bu da bu şəkildə. 4-cü misalımızda deyir ki, sonsuz dövrü onluq kəsiri vergüldən sonra 6 rəqəm olmaqla yazın. Nömrə 4. 6 rəqəm olmaqla A-da 0 tam dövrdə 5 yazın. Yəni 0-dan 1, 2, 3, 4, 5, 6. 6 rəqəm olmaqla yazmaq uşaqlar bu deməkdir. Gəlin yox, hamısını yazaq. 0 tam 3, 7. 0, 3, 7, 6'dan olmalı. 1, 2, 3, 4, 5, 6. 7'den 6 dənə olmur. Ha. Vergüldən sonra cümləyə fikir ver. Kəsiri vergüldən sonra 6 rəqəm olmaqla yazın. Bax, vergüldən sonra 6 dənə rəqəm var. 1, 2, 3, 4, 5, 6. 3 ilə bizim bir dənədir. Çünki dövrdə 7-dir. 3 dövrdə deyil. C variantında. 3 nöqtə dövrdə 42, D-ni də köçürdüm. Misalları vaxta çox getməsin. Y bəndində isə mənfi 0-dan %25 dövrdə 3. Bax, bu şəkildə yazaq. 1, 2, 3, 4, 5, 6. Vergüldən sonra 6 dənə rəqəm oldu. 1,3, 82. Yenə 82, 1, 2, 3, 4, 5, 6. 8. Ta 2-ni yazmağa yazmır. Çünki 6 dənəsini soruşur bizdən. Və 0-dan %25, 3, 4, 5, da 6. Bu şəkildə yazıldı. Növbəti 5-ci misal çalışaq üzərində qeyd eləyək. Vaxta getməsin yenə dediyim kimi. Cədvəl deyir tamamla. Burada qısa şəkildə bizə göstərir. Qısa yazılışı. Məsələn, 2 tam dövrdə 7-dir. Qısa yazılış 2 tam dövrdə 7. Tam hissəsi nə qədərdir? 2-dir. Dövrə qədər rəqəmlər. Dövrə qədər rəqəm yoxdur. Bax, nəyə görə yoxdur? Çünki dövr buradır. 7-dir dövr. Dövrün qabağında yoxdur. Bax, burada məsələn dövrə qədər bir dənə 3 var. Başa düşdük. Burada dövrə qədər bir dənə 3 var. Bu o deməkdir ki, dövrə qədər olan hissə nədir? Yazırıq yoxdur. Dövr nədir? Dövr 7-dir. Oxunuşu 2 tam dövrdə 7. Dövrdə 7. Belə qoyum ki, tam görəsiz. 2 tam dövrdə 7. Digər tərəfdən qısa yazılışı. 1 tam dövrdə 28. Çünki 28-lər təkrarlanır. Tam hissəm 1-dir. Dövrə qədər olan ədədim yoxdur, rəqəmim yoxdur. Dövrüm 28-dir. Oxunduğu zaman 1 tam dövrdə 28. 28. İndi oxunmasa da sözlə özüm deyirəm. 0 tam 3 dövrdə 6. 6'lar təkrarlanıb. Tam hissəmiz deməli 0-dır. Dövrə qədər olan rəqəmlər 3-dür. Dövrə qədər olan 3 var hələ. Dövrümüz 6'dır. Oxunduğu zaman 0 tam 10'da 3. 0 tam 10'da 3 dövrdə 6. 5 tam dövrdə 12 dövrdə 3. Deməli, tamımız 5-dir. Dövrə qədər olan hissəm 12-dir. Dövrüm 3-dür. Oxunduğu zaman 5 tam %12 %12 dövrdə 3. Bax, bu şəkildə qeyd olundu. Misal 6. Sürəti məxrəcə bölməklə kəsiri sonsuz dövrü onluq kəsir şəklində yazın. Bir də yenə mən bu misalı köçürdüm. Başlayaq sonra yazmağa. Misalımızı bu şəkildə yazdıq. Böldüyümüz 2-ni adi qaydayla 2-ni bölürük 9-a. Bu edir 0 tam dövrdə 2. 7-ni 9-a böldüyümüz zaman 0 tam dövrdə
7. Mənfi 5-i 18-ə böldüyüm zaman mənfi 0,2 dövrdə 7. 23-i 45-ə böldüyüm zaman 0,5 dövrdə 1. 40-ı 3-ə böldüyümüz zaman 13 tam dövrdə 3. 26 99-a 0 nöqtə dövrdə 26 və bu da dövrdə 720 şəklində qeyd olunur. Keçdik növbəti qarşıq ədədi onluq kəsrə çevrilməsində. Qarşıq ədədi onluq kəsrə çevrilməsində yenə iki üsulu var. Gəlin bunu izah edək, sonra keçək yazmağa. Deyək ki, 4 tam 11-də yazaq. 4 tam 11-də 2 qarşıq ədədi verilir. Biz birinci həmişə bilirik ki, qarşıq ədədi onluq, daha doğrusu düzgün olmayan kəsrə çevirə bilərik. 11-i 4-ə vurduğum zaman 44, 44-ün üstünə 2 gələndə eləyəcək 46. Biz bunu 46-nı 11-ə bölüb də yaza bilərik. Onsuz da eyni cavab alasın. 46-nı 11-ə böldüyün zaman 4 nöqtə dövrdə 18 alasın. Bu şəkildə də yaza bilərsən. Və yaxud necə? 4 üstə gəlinsin, 2 bölünsün 11 şəklində. Yəni tam hissə ilə kəsr hissəni ayrı-ayrılıqda götürüb 4-ün üstünə 2-ni 11-ə böldüyün zaman edir 0,18. Adi qayda ilə də 4-ün üstünə 0 tam sanki %18 gəlirsə. Bu da 4 tam dövrdə 18 edir. İkisi də eyni cavab alınırmı? Alınır. Yenə təkrar eləyirəm. Belə misallarda 2 dənə üsul var. Ya istəyirsən qarşıq ədədi düzgün olmayan kəsrə çevir, adi kəsri sürəti məxrəcə bölməklə onluq kəsrə çevir və yaxud da tam hissə ilə kəsr hissəni ayrı-ayrılıqda yazıb, kəsr hissəni onluq kəsrə çevirib, adi qayda ilə toplayıb o şəkildə də cavabı ala bilərsən. Bax, yəni bu şəkildə də yazmaq olar. İndi isə keçək misallarımıza. Elə 7-ci misal burada verilib bizə. Gəlin yazaq. Burada nömrə 7. A variantında 4,16-da 7. Gəlin yazaq. 4 üstə gələk 16-da 7. İndi görərsiniz ki, məsələn, böyük ədəddirsə, onu qarşıq ədədə düzgün olmayan kəsrə çevirib bölmək çətin gələrsə, o zaman yenə dediyim kimi tam hissə ilə kəsr hissəni ayrı-ayrılıqda yazıb bu şəkildə də qeyd etmək olar. 4 üstə gələk 7-ni 6-ya böldüyümüz zaman 0,4375 edəcək. Təkrar yoxdur, elə bu şəkildə alınır. Topladığımız zaman da olacaq 4,4375. Bax, bu şəkildə. B bəndini yazırıq. İki üstə gələk 17 bölünsün 90-a. 2 üstə gələk 17-ni 90-a böldüyümüz zaman 0, 1 nöqtə dövrdə 8 alınır. Yəni sanki 2-nin üstünə bu tam hissəni biz gəlirik. Olur 2 tam 10-da 1 dövrdə 8. C bəndində 3 tam 11 böl 18. 3 üstə gələk 11 bölünsün 18 bərabərdir. 3 üstə gələk 0,6 dövrdə 1. Bu dedir 3,6 dövrdə 1. D bəndində misalları mən elə köçürdüm hamısını. Vaxta getməsin. 2 tam 11-də 5. 2 üstə gələk 5 bölünsün 11-ə bərabərdir. 2 üstə gələk 5 11-ə böldüyümüz zaman edəcək 0 nöqtə dövrdə 45. Topladığımızda bu şəkildə alınacaq. 16 üstə gələk 13 bölünsün 45-ə 16 üstə gələk 0,2 dövrdə 8. 16,2 dövrdə 8. Və sonuncusu 125 üstə gələk 9-da 1. 125 üstə gələk 0,10 dövrdə 1. Da 125 dövrdə 1 şəklində alınır. Sonra verilmiş ədədləri müqayisə edin. Ümumiyyətlə bu sonlu onlu kəsirləri, nə bilim, dövrü rasional sonlu kəsir şəklində burada nə şəkli yazmaq olar? Hər bir tam ədədə və ya sonlu kəsirdə dövrü 0 olan sonsuz dövrü onlu kəsir kimi baxa bilərik. Bəli, bu nə deməkdir? Çünki 5,10 0 olanda biz 0-ı yazmırıq axı. Bu o deməkdir.
İndi gəlirik isə burada verilir, verilmiş ədədləri müqayisə edin. Müqayisələrinə baxaq. Verilmiş ədədləri müqayisə edin. Rasional ədədlərin müqayisəsidir, sıralamasıdır. Onları ayrıca bir bölmə şəklində var. Burada niyəsə veriblər. Yenə də baxaq. Biz bilirik ki, həmişə ədəd oxu üzərindən yola çıxsaq, sıfırdan sağ tərəfdə olanlar müsbət ədəddir, sıfırdan sol tərəfdə olanlar mənfi ədəddir. Həmişə biz demişik ki, belə deyək də, sağdakı soldakından daha böyük olur. Məsələn, deyək ki, mənfi 1,6 ilə mənfi 1,6-nı müqayisə etdiyimiz zaman əlbəttə ki, müsbət ədəd daha böyük olacaq. Və yaxud da mənfi hissələrdə biz bilirdik ki, sıfıra daha yaxın olan böyük ədəddir. Eyni məntiq, eyni qayda burada da tətbiq olunur. Yəni, qayda eynidir. Sadəcə ədədlər, rəqəmlər fərqli olur. Bunu da izah şəklində burada göstərim. Sonra davam edək. Məsələn, deyir ki, indi burada baxanda deyirsiniz ki, bu da 2-dir, bu da 2-dir. Niyə bərabər olmur ki? Gəlin indi göstərək ki, niyə bərabər olmur? Biri var 1,2, biri var 1 dövrdə 2. Gəl bunları açaq, görək nə deməkdir. 1,2-nin, bunlar sıfırdır da. Axı biz 1,2-ni yazanda sıfırları əlavə eləmirik. Onluq kəsr şəklində yazanda. Gəlin də bunu açaq. Dövrdə 2 kimi gedirmi? Bu 2 şəklində gedir. Müqayisə nətər idi? Birinci tam hissəyə baxırdıq. Sonra 1/1, 100/1 kəsr hissələrinə baxaraq davam edirdik. Tam hissəm eynidir. 1/1'lərim də eynidir. Amma 100/1-ə fikir ver. Burada 0-dır, burada 2-dir. Deməli, əlbəttə ki, 1,2 kiçik olacaq 1,4-də 2-dən. Başa düşdü? Bax, bu şəkildədir. Yəni, haradasa eyni görəndə, görün, ikisi də 2-dir və yaxud da 3-dür. Götürüb bərabər işarəsi yazmayın. Çalışın əl-üz öyrənənə qədər, göz-üz avtomatik öyrəşənə qədər sıfırlarla açıq şəkildə yazın, sonra müqayisə edin. İndi gəlin misallar üzərində müqayisəmizə davam edək. Onda daha aydın başa düşəcəksiniz. Nömrə 8-dən başlayaq. Deyir ki, A bəndində verilmiş ədədləri müqayisə edin, soruşur bizdən. 0,333 və 0,34. Baxan kimi biz bilirik ki, əlbəttə ki, bu 3 kiçik olacaq 0,34-dən. Yenə eyni qayda ilə tam hissələrim eynidir. 1/1-lər eynidir. 100/1-lər isə burada daha böyük olduğu üçün həmən bizim bu ədədimiz daha böyük olacaq. Gəlin bunun üzərindən qeyd edeyim, yoxsa yox, yazılmalı var. Eyb yox. 4,21, 2 birlər dövrdə gedir və 21. Baxaq. Burada 4,2, 1, 1, 1 bu şəkildə. Bu da 4,21. Axı, burada sıfırdır. Yadımızda sanki saxlayırıq ki, burada sıfırlar var. 4-lər eynidir, 2-lər eynidir, 1-lər eynidir. Bu 1 eynidir, sonra 0 gəlir, bu 1 gəlir. Ona görə əlbəttə ki, bu tərəf daha böyük olmuş olacaq. C variantını yazaq. 6,10 dövrdə, daha doğrusu 7, 6 dövrdə 72. Gəlin bunu açıq şəkildə yazaq. Dövrdə 7-ni 7, 7, 7 şəklində, 6 dövrdə 72-ni də, yəni dövrdə 72-dir. Bu şəkildə. 6-lar eynidir, 7-lər eynidir. Burada isə fikir versəz, bura 7-dir, bura 2-dir. Deməli, bu hissə daha böyük olacaq. Sonuncusunu da yazaq. D bəndi 0,dövrdə 6, 0,dövrdə 47. Gəlin yenə bunu açaq. Bunu yazanda 4, 6, 6, 6 kimi. Bunu yazanda 47, 47 kimi yazırıq. 0 tamlar eynidir, 4-lər eynidir. Burada 6-dır, burada 7-dir. Ona görə bu tərəfimiz deməli daha böyük olacaq. Keçdik 9-cu misalımıza. Verilən ədədlər arasında yerləşən 3 sonsuz dövrü onluq kəsir yazın. Nömrə 9. A bəndində 3,5 və 4,5 şəklində. Bunun sonsuz dövrdən söhbət gedir. Yazaram 3,dövrdə 8. Yazaram 3,dövrdə 9 və 4,dövrdə 4-də yaza bilərik. Gəlin bunu elə bunun üzərindən qeyd eləyək, vaxta getməsin. 2 ilə 3 arasında olan ədədlər. Buradakini gördünüz, birincini burada yazdım, ikincinin üzərində qeyd edəcəm. 2 ilə 3 arasında. Yaza bilərik 2,dövrdə 5, 2,dövrdə 8
Bu şəkildə. 0,3 ilə 0,4 arasında. 0 tam dövrdə 32. 0 tam dövrdə 36. 0 tam dövrdə 39. D bəndində Nəzarov 0 tam 32 dövrdə 1. 0 tam 32 dövrdə 5 şəklində. Sonuncusu 2 tam dövrdə 2 yaza bilərik. Sonra 2 tam dövrdə 5, 2,1 dövrdə 5 kimi də yazmaq olar. Doğru bərabərsizlikləri müəyyən edin 10-cu tapşırığımız. Baxaq görək hansı doğrudur, hansı səhvdir. 0 tam 1. Sıfırlar eynidir, birlər eynidir. 4 burada da 4'dür. Burada sıfırları yadımızda saxlayaq. 4 ilə 4 eynidir. Burada isə 4'dür, burada 0'dır. Bu doğrudur. Buna üstə gələk, qoyduq bu şəkildə. 2 tam sıfırları burada qeyd edək. 2 ilə 2 eynidir. Yenə 2 eynidir. 1 eynidir. Burada 2'dir. Burada amma 0'dır. Kiçik işarəsi qoyub. Xeyr, bax bu şəkildə olmalıdır. 1 tam %66 kiçikdir 1 tam 6'dan. Burada 0'dır. Burada 6'dır. Əlbəttə ki, doğrudur. 1 tam 6 da 1 tam %67'dən kiçikdir. Bu da doğrudur. Digər tərəfdən 4 tam %18 deməli kiçikdir 4,18'dən. Burada sıfırlar var, burada 1 var. 0 ilə 1 isə kiçikdir. Burası doğrudur. Digər tərəfdən 4 tam dövrdə 18 ilə 4 tam dövrdə 1-də isə artıq bu şəkildə olmalıdır. Burada yanlışlığı var. 11-ci tapşırıq. Verilən rasional ədədləri onluq kəsir şəklində yazın. Gəlin birinci yazaq verilən rasional ədədlərimizi. 5'i 3'ə böldüyümüz zaman mənfi 1 tam dövrdə 6 alınır. Sonra 8 bölünsün 9 şəklində yazanda 0 tam dövrdə 8 edir. Mənfi 6 bölünsün 5'də mənfi 1 tam 10'da 2 edir. 11 bölünsün 9'da edəcək 1,2. 4 bölünsün 3'də edəcək 1,3. Yazdıq. Verilən məsəl rasional ədədləri onluq kəsir şəklində yazdıq. Sonra deyək ki, koordinat oxunda bu ədədlərdən hansılarına uyğun nöqtələr qeyd edilmişdir. Gəlin baxaq B ilə A-nı burada tapmağa çalışaq. Baxırıq ki, birdən sonradan söhbət gedirsə, deməli müsbət ədədlərə baxacaq. Mən birdən sonrakilər 1,2-dir və yaxud 1,3-dir. Saysam 1 2-dən azca keçib. Yəni bu 2-dən azca keçibsə, deməli bunu fikir versəz 2-dən azca keçib. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 olub artıq 2-dir də. 2-dən biraz azca keçib deyə mən bunu 1,3 kimi götürə bilərəm. 1 nöqtə dövrdə 3 kimi qeyd edə bilərəm. Yəni 1,2 də uyğun gəlir. Düzdür. 2-nin üstündə tam olsaydı ona görə mən götürmürəm. Bu şəkildə A-nı burada yazdıq. B-də isə mənfidən söhbət gedir. 0-dan işim yoxdur, çünki 0-dan deyil. Mənfi 1 ilə mənfi 2 arasında olan ədəddir. Baxırıq ki, 1, 2, 2-nin üzərindədir. Ona görə olacaq mənfi 1,2 də bu şəkildə. Yəni mənfi 6 bölünsün 5-ə. Sonra deyək ki, qalan ədədlərə uyğun nöqtələrin yerinə koordinat oxunda müəyyən edin. Gəlin qeyd edək. Görək mənfi 1,6 dövrdə 6. 2, 3, 4, 5, 6. Bax, 6 burada olacaq. Mənfi 1 tam dövrdə 6. Buna bir D variantı deyək. Fərqi yoxdur. 0,8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 0,8'i burada qeyd edək. Dövrdə 8'i də indi uşaqlar mən çaşıram bunu deyəndə. 1,2'ni də bax 1 tam mənfi 1 tam onda 2'ni yazmışıq. Hansı qaldı? Mənfi 1. Bax bu 2 də burada olacaq. A-dan bu tərəfdə buna bir F variantı deyək. 1 tam dövrdə 2. Və bu şəkildə. Ümid edirəm ki, aydın oldu. Və sonuncu başlığımız sonsuz dövrü onluq kəsirlərin yuvarlaqlaşdırılmasıdır. Uşaqlar, yuvarlaqlaşdırmanın qaydasını bilirik. Qeyd olunan ədədin sağında 0-dan 4-ə qədər rəqəmlərimiz varsa, olduğu kimi qalır qeyd etdiyimiz. Qeyd etdiyimizin sağında 5, 6, 7, 8, 9 rəqəmləri varsa, qeyd olunan ədədimiz bir vahid artacaq, digərləri sıfıra gedəcək. Eyni qaydadır, heç bir qaydamız hər zaman dediyim kimi dəyişmir, sadəcə rəqəmlərimiz, ədədlərimiz dəyişir.
Gəlin misallar üzərindən keçid edək, vaxt itirmədən yazaq. Nömrə 12 ilə davam edək. Yenə mən ədədləri bura köçürüm. Ədədlərimizi yazdıq. Deyir ki, verilmiş ədədləri qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdırın. Baxırıq. Bizim qeyd etdiyimiz ədədimiz 7-dir. 7-nin yanında 5 var. Ona görə 7 bir vahid artacaq, digərləri də sıfıra gedəcək. Ədədimiz olacaq 2 tam 100 mində 758. Bax bu şəkildə heç bir dəyişiklik yoxdur. 6-dan sonra yenə 6 gəlir. Bir vahid artacaq. Olacaq 21 tam 10-da 6. Digər tərəf 8-in yanında 4 var. Olduğu kimi qalacaq 8. 0.48. 2-dən sonra 1 var. Olduğu kimi qalacaq. 18 tam 1000-də 212. 1-dən sonra 1 var. Yenə olduğu kimi qalacaq. 3-dən sonra 8 var. 3 bir vahid artacaq. Olacaq 4. 104. 105 olacaq. Çünki 4-dən sonra 6 var. Ona görə də 105 ədədi alınacaq. Bax bu şəkildə. Sonra 13-cü misalda nə deyir? Onluq kəsirləri qeyd edilən mərtəbəyə qədər yuvarlaqlaşdırın. Burada artıq biz bunu ayrı-ayrı yazmalıyıq. Necə? Gəlin nömrə 13-ü qeyd edək. A variantında onda birlərə qədər yuvarlaqlaşdırmaq istəyir. Mən yenə ədədləri bura yazım. Sonra sizə aydın şəkildə göstərəcəm. 3.05 8.2 1 19.4 şəklində. A variantında onda birlərə qədər yuvarlaqlaşdırmanı soruşur. Biz belə misallarda, belə əgər sonsuz dövr onluq kəsirlər yazılırsa, bunu çalışaq ki, heç olmasa 2-3 ədəd qədər açaq. Yəni, açıq şəkildə 3-4 dəfə belə yazaq. Hamısını qeyd edək. Dövrdə 3-dən söhbət gedir. Dövrdə 5-dən söhbət gedir. Dövrdə yenə 5-dir. 0 olduğu kimi qalır. 2-də olduğu kimi qalır. Dövrdə 1. 19 idi. Bu uşaqlar bir dəqiqə baxın. Bəli, 19. 19 dövrdə 4 şəklində gedir. İndi bizə nə soruşur? Onda birlərə qədər yuvarlaqlaşdırma. Gəlin onda birləri qeyd edək. Biz bilirik ki, bura tam hissədir. Digəri onda birlər. Bax, onda bir buradır. Yazırıq. Vergüldən sonraki. İndi yuvarlaqlaşdıraq. Adi qayda ilə. Baxıram, 3-dən sonra 3-dür, olduğu kimi qalacaq. Olacaq 0.3. 1-dən sonra 3-dür, yenə olduğu kimi qalacaq. 5-dən sonraki 5-dir, 1 5-imiz 6 olacaq. 0-dan sonraki 5-dir, yenə 3.1 olacaq. 2-dən sonraki 1-dir, 8.2 olacaq. 19.4 olacaq. Bax bu şəkildə. Sonra digərində yüzdə birlərə qədər deyir. Yenə ədədləri yazaq. B ilə C variantını elə tam şəkildə yazdım. B-də yüzdə birlərə qədər deyir. Gəlin işarələyək. Onda 1, yüzdə 1. Onda 1, yüzdə 1. Onda 1, yüzdə 1. Yuvarlaqlaşdıraq. Yenə eyni qayda ilə 3-dən sonraki 3-dür. 7-dən sonra 0-dır. Olduğu kimi qalacaq. 6.8 bu 8 9 olacaq. 12 tam %78. Bu da bu şəkildə alınır. İkincidə mində birlərə qədər deyir. Gəlin qeyd edək. Onda 1, yüzdə 1, mində 1. Onda 1, yüzdə 1, mində 1. 5-in birində qeyd edin bura. Onda 1, yüzdə 1, mində 1. Yazaq. 5.222, 3.244, 4.111, 6-dan sonra 6'da bu 6 bir vahid artacaq. Olacaq 1.967, 5 bir vahid artacaq. 20.556, 8'dir. Digər tərəfdəki 7'dir. Bu 8 bir vahid artacaq. Olacaq 729. Bax, bu da misalımız, 13-cü misalımız bu şəkildə yazıldı. Keçək 14-ə. Deməli, nömrə 14. Onluq kəsirə çevirin və yüzdə birlərə qədər yuvarlaqlaşdırın. Gəlin A variantı ilə başlayaq.
7-ni 90-a böldüyümüz zaman 0,0 dövrdə 7 alınır. Biz burada nə soruşur? Yüzdə birlərə qədər. O zaman mən yenə bunu dövrdə 7 olduğu üçün bu şəkildə yazıram. Onda bir yüzdə bir qeyd edirəm. Yuvarlaqlaşdırırıq. Edir 0,8. B bəndində 25 bölünsün 11. 2,1 yox. Mən başqasına baxıb, başqasının cavabını yazıram. B budur. 2,2 tam 90-da 17. Bu deməli edəcək 2 tam bərabərdir. Açıq şəkildə yazaq. Yenə yüzdə birlərə qədər dediyi üçün yuvarlaqlaşdıranda 19 alınacaq. C bəndində -3, 11 bölünsün 18-ə edəcək -3 tam. Mənfini yadımızdan çıxartmayaq. Onda bir yüzdə birə qədər yuvarlaqlaşdırma istəyir bizdən. -3 tam %61 alınacaq. D variantında -7 bölünsün 36 edəcək -0,19'da 4. 19, 4, 4 yazaq. Yüzdə birlərə qədər yuvarlaqlaşdırma istəyir bizdən. -0'dan %19. Y bəndində 2 tam 10 bölünsün 45'ə 2 tam dövrdə 2'dir. Yüzdə birlərə qədər yuvarlaqlaşdırma. Eyni sözlərdir deyə çalışıram. Təkrar etməyim. Ona görə bəzən səssizlik ola bilir. Dedikcə -5 tam dövrdə 8. Açıq şəkildə yazırıq. Yüzlüyü qeyd edirik və yuvarlaqlaşdırırıq. Bax bu şəkildə. Keçdik növbəti 15'ə uşaqlar. Kalkulyatordan deyir istifadə etməklə kəsrin sürətini məxrəcə bölün. Kəsrin dövrünü müəyyən edin. Kəsr sonsuz dövr onluq kəsr şəklində yazın. Yəni qısa konkret onu deyir ki, sürəti məxrəcə bölüb qiymətini yazın. Onsuz da hamısı dövr şəklində alınır. Elə dövr kimi də yazaq. A bəndində 13 bölünsün 90'a edəcək 0,1 dövrdə 4. Böldüyü zaman da baxasınız ki 0,1'dir. 4'lər davam edir. Ona görə qısa şəkildə bu cür yazırıq. 25 bölünsün 11'ə 2,27 şəklində. -19 bölünsün 45'ə 0,4 dövrdə 2 şəklində. D-yə belə yazılır. Y bəndində 40 bölünsün 9, 4 tam dövrdə 4 edir. F bəndində 5 bölünsün 111'də 0,0450. Sonuncusu G bəndində 232 bölünsün 135. Bax bu şəkildə alınır. Yenə də öz-özdə bölüb baxarsınız. Ola bilir ki, bəzən qarma-qarışıqlıq yarana bilir. Nömrə 16. Sinifdə 24 şagirddən 14'ü riyaziyyat fənni üzrə olimpiyadanın məktəb turunda iştirak etdi. Deyir, şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? Nətər demişdik? Tam hissənin, belə deyək də, hissənin bütövə bölünüb 100'ə vurulması. Mənim burada hissəm 14'dür. Tamım 24'dür. Bütöv hissəm vurulsun 100%'dir. Bunu da tapdığımız zaman fikir versəz, yenə bölsəz baxacaqsınız ki, 58 dövrdə 3 alınır. Yəni bu qeyd olundu. 17-ci misalda. 17-ci misal nə deyir? Deyir ki, verilən ədədlərin diaqramın hansı hissəsinə uyğun olduğunu müəyyən edin. Gəlin burada bu şəkildə bunu qeyd edim. Yazaq natural, tam və rasional ədədlər. Baxaq, -2 tam onda 4. -2 tam onda 4 rasional ədədə aiddir. Yazırıq, -2 tam onda 4. 57 əlbəttə ki, natural ədədə aiddir. -1 tam dövrdə 3. -1 tam dövrdə 3 əlbəttə ki, rasional ədədə aiddir. 2 tam onda 0 dövrdə 5 rasional ədəddir. -14. -14 artıq tam ədəddir.
Tam ədəd Z-dən işarə olunur. Mən niyə T yazmışam uşaqlar? Z-dir, mənfi 14. Mənfi 7 bölünsün 12. Rasional ədəddir. Mənfi 3 tam ədəddir. 100 isə natural ədəddir. Və sonuncu 18-ci misalımız. Şəkildə bərabər yanlı üçbucaq və onun tərəflərinin uzunluqları santimetrlə verilib. Bu üçbucağın hansı tərəfləri bərabərdir? Gəlin birinci tərəflərimizi qeyd edək. AB tərəfidir, BC tərəfidir, bir də AC tərəfidir. AB tərəfimiz 3 nöqtə dövrdə 18-dir. BC tərəfimiz buradan sizə göstərim. 3 tam 11-də 2-dir. Bunu da uşaqlar çevirdiyimiz zaman buradan yazım. 3 tam 11-də 2-dir. 3 tam 11-də 2-ni 11 3 33, 35 böldüyümüz zaman 3 tam 18, 18, 18 şəklində davam edir. Bunu da yazıram. 3 tam dövrdə 18. AC-nin də qiyməti 3 tam 10-da 1 dövrdə 8-dir. A variantında mənə nə deyir? Bu üçbucağın hansı tərəfləri bir-birinə bərabərdir? AB ilə BC tərəfləri bir-birinə bərabərdir. Üçbucağın bərabər tərəfləri üçüncü tərəfdən uzundur yoxsa qısadır? Yəni müqayisə etdiyimiz zaman nə deyir? Deyir ki, üçbucağın bərabər tərəfləri, yəni 3 tam %18, dövrdə 18 daha doğrusu. Bununla müqayisə etdiyimiz zaman. Əlbəttə ki, bu 18, 18, 18 kim gedir? Bu isə 0 gedir. Uzundur yoxsa deyir qısadır? Gəl bunu açıq şəkildə yazaq sizə göstərməkdən ötürü. Bu 1-dir uşaqlar. Birlər eynidir, 8-lər eynidir. Burada 1-dir, burada 8-dir. Nə deyir? Üçbucağın deyir bərabər tərəflər üçüncü tərəfdən uzundur yoxsa qısadır? Üçüncü tərəfdən qısadır. Bu daha böyükdür. Üçüncü tərəfim daha böyükdür. Başa düşdü? Qısadır. Bu tərəfdən qısadır. Üçüncüdə A bucağı yoxsa B bucağı daha böyükdür? Əlbəttə ki, B bucağı daha böyükdür. Nəyə görə? Ən böyük tərəfimiz AC-dir. Ona görə də B bucağı daha böyük olacaq. Burada yazırıq ki, B bucağı daha böyükdür. Ən böyük tərəfim, yenə təkrar edirəm, AC bucağı, AC tərəfi olduğu üçün onun qarşısındakı bucaq da B bucağı olduğuna görə ən böyük bucağımız B bucağı adlanır. Bax, bu bölməmizdə burada yekunlaşdı mövzularımız.